Bugünkü gündəlik bürc proqnozlarına xoş gəlmisiniz. Bu videoda sizi pul, sevgi və iş həyatınızla bağlı vacib mesajlar gözləyir. Proqnozlar xoşunuza gəlirsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Fikirlərinizi və bürcünüzü şərhlərdə yazaraq rəy bildirin. Gəlin günün enerjisini birlikdə kəşf edək. Qoç. Bugün enerjin yüksək olacaq və hərəkətə keçmək istəyin artacaq. İş həyatında yeni bir məsuliyyət sənə həvalə oluna bilər. Rəhbərlik sənin performansını yaxından izləyir. Maddi baxımdan kiçik, amma sevindirici qazanc mümkündür. Gözlənilməz ödəniş əlinə çata bilər. Xərclərə nəzarət etsən gün uğurlu bitəcək. Sevgi həyatında emosiyalar güclənir. Sevdiyin insanla açıq danışmaq münasibəti rahatladacaq. Subay qoçlar üçün maraqlı tanışlıq görünür. Keçmişdən biri yenidən xəbər verə bilər. İşdə tələskən qərarlardan uzaq durmaq lazımdır. Komanda işində səbirli olsan nəticə müsbət olacaq. Maddi risklər bugün uyğun deyil. Axşam saatları romantik keçə bilər. Özünə vaxt ayırmaq sənə yaxşı təsir edəcək. Daxili güvənin artacaq. Yeni planlar qurmaq üçün uyğun gündür. Fiziki enerjin yüksəkdir. Şans sənin tərəfindədir. Gün ümumilikdə uğurlu olacaq. Buğa bürcü. Bugün sabitlik axtarışın daha da güclənir. İş yerində məsuliyyətlərin arta bilər. Səbirli davranışın rəhbərlik tərəfindən qiymətləndiriləcək. Maddi məsələlərdə müsbət inkişaf var, gecikmiş bir ödəniş əlinə çata bilər. Pul yığmaq üçün uyğun gündür. Lazımsız alış-verişdən uzaq dur. İş dəyişmək haqqında düşüncələr yarana bilər. Qərar verməyə tələsmə. Sevgi həyatında sakit, amma dərin hisslər ön plandadır. Tərəfdaşınla güvən mövzusu möhkəmlənir. Birlikdə gələcək planları danışa bilərsiniz. Subay buğalar üçün ciddi tanışlıq ehtimalı var, keçici münasibətlər səni qane etməyəcək. Daxili səsini dinləmək faydalı olacaq. Ailə ilə bağlı mövzular diqqət tələb edə bilər. Kiçik gərginliklər tez həll olunacaq. Fiziki rahatlıq sənin üçün vacibdir. Axşam istirahət etməyə çalış. Gün ümumilikdə məhsuldar keçəcək. Əkizlər. Bugün xəbərlər və söhbətlər ön plandadır. Pul mövzusunda maraqlı təklif ala bilərsən. Gözlənilməz mənbədən gəlir ehtimalı var, danışıqlar sənin xeyrinə nəticələnəcək. İş həyatında çevik qərarlar uğur gətirir. Sözlərin insanlara təsir edir. Yeni layihə üçün ideyaların çoxdur. Maddi baxımdan hərəkətli dövrdəsən. Sevgi həyatında sürprizlər yaşana bilər. Gözləmədiyin etiraf eşidə bilərsən. Partnyorun səninlə açıq danışmaq istəyir. Subay əkizlər üçün flört enerjisi yüksəkdir. Bu flört qısa zamanda ciddiləşə bilər. Keçmişi arxada qoymaq vaxtıdır. Hisslərini gizlətməməlisən. Axşam saatları romantik mesajlar ola bilər. Pul xərcləyərkən planlı olmağa çalış. Dostlarla maraqlı söhbətlər səni rahatladacaq. Gün enerjili bitir. Şans səni sözlərinlə tapır. Xərçəng. Bugün emosional ola bilərsən. Keçmiş xatirələr tez-tez ağlına gələcək. İş həyatında diqqətli olmalısan. Səhvlərə açıq bir gündür. Maddi məsələlərdə ailə dəstəyi ala bilərsən. Gözlənilməz bir kömək səni sevindirəcək. Pul mövzusunda risk etmə. Sevgi həyatında romantik anlar yaşana bilər. Partnyorun sənə daha çox yaxınlıq göstərəcək. Subaysan, səmimi bir tanışlıq başlaya bilər. Bu tanışlıq səni güldürəcək. Ailə mövzuları ön plandadır. Ev içində kiçik dəyişikliklər edə bilərsən. Axşam saatlarında sakitlik axtaracaqsan. Tək qalmaq sənə yaxşı gələcək. Sağlamlığına diqqət et. Duyğusal yüklənmə ola bilər. Özünü yormamağa çalış. Bugün səbir və anlayış çox önəmlidir. Uğur səni izləyir. Şir. Bugün pul mövzusunda özünə güvənin artır. Maddi risklər etmək istəyə bilərsən. Amma hər şeyi nəzarətdə saxla.
İş həyatında liderlik qabiliyyətin ön plandadır. Rəhbərlik sənin sözlərinə qulaq asacaq. Yeni layihə təklifi ala bilərsən. Gəlir artıran imkanlar görünür. Amma tək başına qərar vermə. Sevgi həyatında ehtiras yüksəlir. Sevdiyin insan sənin diqqətinə ehtiyac duyur. Münasibətdə qısqanclıq mövzusu çıxa bilər. Sakit davranmaq vacibdir. Subay şirlər üçün cazibə zirvədədir. Gözlər sənin üzərində olacaq. Keçmişdən biri yenidən ortaya çıxa bilər. İş yerində rəqabət arta bilər. Maddi baxımdan axşam saatları uğurludur. Kiçik hədiyyə və ya pul xəbəri ola bilər. Özünü göstərməkdən çəkinmə. Bugün səhnə səndir. Qız, bugün detallara daha çox diqqət edəcəksən. Kiçik nüanslar sənin üçün önəmli olacaq. İş həyatında planlı olmağın faydasını görəcəksən. Uzun zamandır düşündüyün məsələ aydınlaşa bilər. Maddi mövzularda ağıllı qərarlar verəcəksən. Büdcəni düzgün idarə etmək sənə rahatlıq verəcək. Sevgi həyatında isə analiz etməkdən biraz uzaq dur. Hisslərini axına buraxmaq münasibəti yumşaldacaq. Subay qızlar üçün ciddi bir tanışlıq ehtimalı var, bu insan sənə güvən hissi verəcək. Keçmiş səhvləri özünə yükləmə. Hər şey bir dərsdir. Ailə içində məsuliyyətlərin arta bilər. Amma bunun qarşılığında hörmət görəcəksən. Gün ərzində zehni yorğunluq ola bilər. Qısa fasilələr faydalı olacaq. Axşam saatları daha rahat keçəcək. Kitab oxumaq və ya sakit musiqi sənə yaxşı təsir edəcək. Özünə qarşı mehriban ol. Bugün balans sənin açarındır. Tərəzi. Bugün tarazlıq axtarışın daha da güclənir. İş həyatında ortaq qərarlar vermək lazım gələ bilər. Diplomatik yanaşman problemləri yumşaldacaq. Maddi mövzuda gəlir və xərclər arasında balans qurmalısan. Gözlənilməz bir ödəmə çıxa bilər. Amma ümumi maliyyə durumu nəzarət altındadır. Sevgi həyatında romantik enerji güclüdür. Münasibətdə olanlar üçün birlikdə planlar gündəmə gəlir. Subay tərəzilər üçün xoş bir tanışlıq ehtimalı var, qararsızlıq səni biraz yoracaq. Daxili səsini dinləmək faydalı olacaq. İş yerində estetik və yaradıcı işlər ön plandadır. Sosial əlaqələrdən fayda görə bilərsən. Gün ərzində xoş xəbərlər ala bilərsən. Axşam görüşlər üçün uyğundur. Özünə güvən artır. Maddi mövzuda tələsmə. Səbirli qərarlar qazanc gətirəcək. Ruhən yüngülləşəcəksən. Gün harmonik enerjidədir. Əqrəb. Bugün daxili gücün artır. Pul mövzusunda gizli fürsətlər ortaya çıxa bilər. Hər şeyi hamı ilə paylaşma. İş həyatında strateji davranış önəmlidir. Planlarını addım-addım icra et. Rəqiblər səni izləyir. Sevgi həyatında dərin ehtiras var, tərəfdaşınla emosional yaxınlıq artır. Subay əqrəblər üçün təsirli tanışlıq mümkündür. Qısqanclıqdan uzaq dur. Gələcəklə bağlı böyük dəyişikliklər düşünürsən. Bu dəyişikliklər səni gücləndirəcək. Maddi risklərdə ehtiyatlı ol. İş mühitində güc mübarizəsinə girmə. Sakit qalmaq sənə üstünlük verəcək. Sevgi etibar tələb edir. Axşam tək qalmaq istəyə bilərsən. Düşünmək sənə yaxşı gələcək. Daxili rahatlıq artacaq. Gün dərin enerji ilə bitəcək. Ox atan. Bugün hərəkət və dəyişiklik arzusu güclüdür. Pul mövzusunda yeni imkanlar çıxır. Uzaqdan gələn təklif diqqətini çəkə bilər. İş və səyahət mövzuları birləşə bilər. Maddi baxımdan böyümə potensialı var, risk almaq istəyin artır. Amma ölçünü bilmək vacibdir. Sevgi həyatında azadlıq ehtiyacı hiss edirsən. Partnyorun bunu anlamalıdır. Açıq danışıq problemləri azaldacaq. Subay oxatanlar üçün macəralı tanışlıq görünür. Bu münasibət sənə ilham verəcək. Keçmişə bağlanma. Gələcək daha parlaqdır. Axşam saatları dostlarla plan ola bilər. Pul xərcləmək istəyi yüksələcək.
Təcrübəyə xərcləmək peşman etməz. Gün motivasiya ilə bitir. Şans səni hərəkətdə tapır. Pulunu məqsədsiz xərcləmək istəmirsən. Daha şuurlu seçimlər edirsən. Maddi baxımdan özünü böyütmək istəyirsən. Kiçik qazanc belə sənə yol göstərə bilər. Gözlənilməz bir maddi dərs ala bilərsən. Bu dərs səni daha diqqətli edəcək. Pul mövzusunda sərhədlər qoyursan. Çünki azadlığını qorumaq istəyirsən. Yeni planlar formalaşır. Bu planlar uzun müddətlidir. Pul enerjisi səni dəstəkləyir. Amma məsuliyyət də tələb edir. Doğru addımlar səni yüksəldir. Maddi baxımdan böyüyürsən. Oğlaq. Bugün məsuliyyət hissin daha güclüdür. Pul mövzusunda ciddi qərarlar gündəmdədir. Uzun müddətli planlar qurursan. İş həyatında zəhmətin qarşılığını almağa yaxınsan. Səbirli olmağa davam et. Rəhbərlik sənə güvənir. Sevgi həyatında məsafəli davrana bilərsən. Hisslərini ifadə etmək faydalıdır. Subay oğlaqlar üçün iş mühitində tanışlıq ola bilər. Hər şeyi nəzarətdə saxlamaq istəmə. Gələcək üçün karyera ön plandadır. Maddi sabitlik səni rahatladır. İşlə bağlı yeni məsuliyyətlər verilə bilər. Bu sınaqdır. Pul baxımından yavaş, amma güclü irəliləyiş var, risk etmə. Sevgi səbr tələb edir. Axşam istirahət vacibdir. Yorğunluq hiss oluna bilər. Daxili gücünü toplayacaqsan. Gün ciddi şəkildə bitəcək. Dolça. Bugün fərqli düşüncələrin olacaq. Yenilik etmək istəyi artacaq. İş həyatında yaradıcı ideyaların diqqət çəkəcək. Gözlənilməz bir təklif ala bilərsən. Maddi mövzularda dalğalanma ola bilər. Pulunu riskə atma. Yeni qazanc yolları haqqında düşünəcəksən. Sevgi həyatında azadlıq mövzusu ön plandadır. Partnyorun səndən açıqlama gözləyə bilər. Subaysan, qeyri-adi biri ilə tanışlıq mümkündür. Bu tanışlıq sənə fərqli baxış qazandıracaq. Dostlarla ünsiyyət artacaq. Axşam saatları sosial keçəcək. Sağlamlığına diqqət yetir. Sinir sistemini yormamağa çalış. Bugün özün ol. Maskalara ehtiyac yoxdur. Şans səni izləyir. Balıq. 25 yanvar balıqlar üçün emosional dərinlik günüdür. İş həyatında yaradıcılığın ön plana çıxır. Sənə verilən tapşırığı fərqli şəkildə həll edə bilərsən. Pul mövzusunda isə diqqətli olmaq vacibdir. Gözlənilməz xərclər əhvalını poza bilər. Ancaq intuisiyan səni doğru qərara aparacaq. Karyerada səbirli davranmaq bugün çox önəmlidir. Hər şey dərhal olmasa da nəticə müsbət olacaq. Sevgi həyatında isə romantika zirvədədir. Sevdiyin insanla emosional bağın güclənir. Subay balıqlar üçün taleyüklü tanışlıq ehtimalı var, bu tanışlıq səni dərindən təsirləndirə bilər. Keçmişdə yaşanan incikliklər yenidən xatırlana bilər. Bağışlamaq səni azad edəcək. Ailə içində anlayış və dəstək var, bu səni rahatladacaq. Axşam saatları xəyal qurmaq üçün uyğundur. Musiqi və sənət sənə yaxşı təsir edəcək. Maddi mövzuda impulsiv qərarlardan uzaq dur.